Buğa bürcü insanları bar verən torpaq kimidirlər. Bəzən torpaq olur, nə əkirsən ək, o torpaqda heç nə çiçəklənməyəcək və heç nə yaşıllanmayacaq. Buğa bürcü isə doğrudan da bar verən bir torpaqdır. Bunlar üçün vacib olan güvən və inan məsələsidir. Bu torpaq öncələri ümumiyyətlə gec güvənən insanlardılar. Buğa birini sevdisə tam sevər, birindən getdisə tam gedər. Amma belə bir şey də var ki, buğa üçün huzur, diqqət çox önəmlidir. Sakitçiliyi sevir. Nə qədər sakit olsa da, nə qədər özünü sakit aparsa da, daxilində hazır olmayan, hər dəqiqə partlayan bir vulkan var. Ona görə buğa ilə münasibət əsnasında sporlar və diqqət olmalısınız. Çünki gərəkməz davaya, nə qədər sakit şəkildə özünü ifadə eləsən bir o qədər gözəldir. Bax, o bar verən torpağa bir toxum at, həyatın çiçəklənsin. Başlasın açmağa, güllər, çiçəklər, yağsın yağışlar, islatsın onu.